Və Ibiza'ya gəldik, çatdıq. Aeroportu bu cürdür. Çıxan kimi günəşlidir hava görürük. Günəşli havadır və Ibiza səyahətimiz başlasın. Ibiza'da gəldik möhtəşəm bir otelə və otelimiz Mirador de Dalt Villa 5 ulduzlu oteldir. Bu oteldə qalacağıq. Bura otelin resepsiyonudur gələn kimi. Hello. Və burada belə bir balaca yer var ki, hatta ki siz oturub yemək yeyə bilərsiniz. Mini restoranları var. Və buradan da çıxış var. Otelin mənzərəsi bu tərəfi tarixi yerə, qala tərəfə baxır. Bu tərəfi isə dənizə baxır. Dəniz mənzərəlidir. Göstərim dənizi. Wow! Çok gözəl mənzərəsi var. Burada kruzlər də var. Mühtəşəmdir sadəcə. Deməli, otelimizə daxil olduq. İndi gözləyirik bizə welcome drink təklif ediblər. Onu içəcəyik. Ondan sonra da bir hardasa 5-10 dəqiqə ərzində otağımız hazır olacaq və otağımıza giriş edə biləcəyik. Otağımıza giriş etdikdən sonra bugün görüləcək çox işimiz var. Ən əsası plaja gedəcəyik, güneşlənəcəyik, çiməcəyik dənizdə. Ondan sonra isə bir partiyaya qatılmaq fikrimiz var. Ibiza'ya gəlib də partiyaya qatılmamaq məncə çox böyük bir günah olar. Thank you. Bizə çaxır təklif etdilər. Welcome drink olaraq. Okey. Və bugünü maksimum dəyərləndirməliyik. Nəzərə alsaq ki, dünən mən qızdırmam qalxmışdı və bütün gecəni qızdırmışam. Hətta üzüm gözüm səpib qızdırmama görə. Bugünü dəyərləndirməliyik. Bugün artıq qızdırmaya yox deyirik. Ona görə də görək bugün nə olur. Budur, otağımıza gəldik, çatdıq. Otağımız belədir, duş kabinası. Belə bir kuzisi. Ekstra yastıq, seyf, yorğanlar, asılqanlar var. Burada mini barımız var. Xalatları, lazım bütün vasitələr. Burada mini barımız var. Mini barımız da full doludur. Bizim otaq tipimiz suite otaq tipidir. Sizə otağı göstərmək istəyirəm. Burada belə divanımız var. Belə balkonumuz. Tarixi bir mənzərəsi. Bu tərəfdə sağda kilsədir. Burada tarixi bir yerdir. Və belə bir televizorumuz. Masamız. Soğanımız. Və yataq. Hal-hazırda O Beach Ibiza'dayıq və sizə buradakı ortamı göstərmək istəyirəm. Burada restoran var. Bura DJ və onun rəqqaslarının alanı.
Və ondan sonra burada rəqs eləyirlər. Və eyni zamanda hovuzda dincəlirlər. Hovuzda da daxil olmaq olur. Burada restoranı var. Gördüğünüz gibi hamı çox xoşbəxtdir, çox əylənir. Ibiza'nın məşhur parklərindən biri də O Beach'də yerləşir. O Beach çox maraqlıdır, həqiqətən də girişi ödənişlidir. Beachlərin burada və əgər siz doğrudan da əyləncəni sevirsinizsə, bura tam sizlikdir. Burada özlərinə aid duş kabinləri və əyin dəyişmək üçün yerləri var. Qadınlar üçün və kişilər üçün, bu kişilər üçündür. Bu qadınlar üçündür. Həm ayrıca vestiləri, həm də geyim dəyişmək üçün yerləri. Buranın girişi bir nəfər üçün 35 evrodur. Saat 3-dən axşam 9-a kimi davam eləyir əyləncə. Sadəcə biz indi çıxmalıyıq, məcbur şəkildə çıxırıq, amma normalda saat 9-a kimi əyləncə davam eləyir. Və bu cür burada lokerlar var. Siz istəsəniz öz şəxsi əşyalarınızı 10 evro ödəyərək, 24 saat 10 evro ödəyərək öz əşyalarınızı, şəxsi əşyalarınızı 24 saat boyunca burada tuta bilərsiniz. Həm də telefonunuzu içində şarj edə bilərsiniz. Buradan da DJ Boost'udur. Burada VIP zonalar da var. Təxminən 600 evrodan başlayır. Günlük qiyməti. Hər yerdə axran var və gün boyu sizi qoruyurlar burada. Burada geyim də ala bilərsiniz, butikləri var. Əgər çimərlik və ya geyim almaq istəyirsinizsə, təcili şəkildə burada çimərlik üçün də var geyimlər. Bu da mən. Çıxdıq. Burada çölündə taksi gözləmək üçün də yer var. İstəsəniz Uber-lə də zakaz eləyə bilərsiniz, sifariş edə bilərsiniz. Bilməm. Bu cür. Hardasa mənə Miami'ni hatırlatdı bura biraz. Biraz fərqli atmosferlərdir, amma hər yer ağ olduğundan həm Yunanistana oxşuyur, həm də Miami'yə oxşuyur. Bu cür. Taksimizi gözləyirik. O Beach'i çox bəyəndik. Çox maraqlıydı. Bəyəndin? Süper. Möhtəşəm idi. Möhtəşəm. Ibiza dedikləri kimi var.
Bəli, ona görə ya istirahətinizi planlamamısınızsa, mütləq şəkildə Ibizanı oraya salın. O planların içində olsun. Çünki Ibiza çox gözəldir. Gəldik Karusel adlı bir restorana və sizə bildirmək istədiyim bir məlumat var. Onlar məni burada gördülər Ibizada və influencer olaraq dəvət etdilər. Qonaq olaraq restoranlarına və mən gəlmişəm burayla tanış olmağa və çox fəxr edirəm ki, həqiqətən də yəni Azərbaycanlı influencer olaraq, travel blogger olaraq mənim səhifəmi artıq Ibizada belə tanıyırlar. İndi girək sizə göstərim necə yerdir. Bu cür burada barları var. Burada grill zonasıdır. Burada ət məhsulları. Və ondan sonra belə popcorn üçün yer. Burada belə DJ zonası. Bu da DJ'imizdir. Bu qızlar da buranın komiklarıdır. Menyuları Meksikan və İspan qarışıqdır. Bu da Vüqar bəydir. Hello Vüqar bəy, necəsiz? Nə deyə bilərsiniz? Yoldaşınızı bura travel influencer olaraq dəvət ediblər. Necə bir hissdir? Həmişə mən karbonatı verdim, bu dəfə sən karbonatı verdin. Ayda. Yeməyi yeməmişdən qabaq həmişə bir olur. Just like Fala baxır. lovely, right? Nothing, You saw the secret. Sorry, what? nothing you see. Blessings. Oh yeah, maximum blessings. You don't like green vegetables. Yeah, we can see that clear. Guys, enjoy your meal. Perfect. Have a Thank lot you. of fun. Herkese good morning. Bugün otelimizin səhər yeməyindəyik. Səhər yeməyini sizə göstərmək istəyirəm. Möhtəşəm bir səhər yeməyi var. Burada istəyinizə uyğun olaraq şampanla da səhər yeməyi edə bilərsiniz. Və hamısı təzə kruasanlar, gözəl, qoxusu vurur, isti-isti, un məmulatları, çörəklər, hazır. Burada çərəzlər müsli etmək üçün belə sendviçlər var. Bu cür meyvələr, pendir çeşidləri, qılbasa çeşidləri, istəyinizə uyğun olaraq sizə əlavə olaraq nəsə istəsəniz təqdim edirlər. Məsələn, mən balıq istədim, salmon istədim, verdilər və burada siz təzə sıxılmış, fresh sifariş edə bilərsiniz, kofe sifariş edə bilərsiniz, çay sifariş edə bilərsiniz, istəyinizə uyğun olaraq. Və bu cür mənzərəmiz var. Benim kofem. Və bu cür səhər yeməyimiz var. Səhər yeməyimiz möhtəşəmdir və birazdan çoxlu işimiz var. Gedəcəyik Ibizanın yenə plajlarına və ondan sonra da bir partiya qatılacağıq. Sizlərlə də bölüşəcəm. Hal-hazırda tarixin dam içindən keçirik.
Tam olaraq. Bura baxın. Və belə bir yeni Ibiza'ya buradan böyük qalalardan, böyük qala divarlarından yeni Ibiza'ya çıxır. Sadəcə möhtəşəmdir. Burada yaxtalar dayanıb. Yeganə Avropa ölkəsidir ki, cəmaət bir-birinin ağzına baxır. İtin alına bax. Deyir, məndən əli çəkin. Ölkənin itləri çox tənbəldir bu arada. Harada it görəm, həmişə yorulmuş haldadır. Bot turu kiralayırıq. Bir nəfər üçün 80 eurodan başlayır. Səhərə çatmadıq deyə axşam botunu kiralayırıq və axşam da günəş batımını izləyə bilərik. Bot turumuzu aldıq. Bir nəfər üçün 80 euro ödədik. Turlar ümumiyyətlə 80 eurodan başlayır və gözləyirik. Birazdan gedəcəyik San Antonio portuna. Oradan çıxacaq bizim turumuz. Bildiyiniz Türkiyədəki tekne turları kimidir. Bot üzərində olacaq və hardasa 1-2-3 saatlıq bir gəzinti olacaq. Dəniz boyu. Maraqlı bir experience düşünürəm. Yaşamağa dəyər. Çünki həm də günəş batımını da görəcəyik, sunset mənzərəli. Maraqlıdır mənə necə olacaq. Bu bizim botumuzdur. Qolbaqlarımızı taxdıq. Qolbağı göstər. Tura hazırıq. Herkese good morning. Ibiza havalimanındayıq. Artıq Ibiza vlogu yekunlaşır. Burada sizinlə sağollaşıram. Növbəti istiqamətimiz yenə bir Avropa ölkəsidir. Növbəti vloglarda görüşənədək özünüzə yaxşı baxın. Videoyu bəyənməyi, like etməyi unutmayın.